Deməli biz mövzumuzu bu günləri sonuncu gündə davam eləyəcəyik И мы последний день продолжаем нашу tему. və bununla da həmin o Məsihdə yeni həyat И на этом вот эта новая тема, новая жизнь во mövzusunu Христе bitirəcəyik. будет завершена. Yaxşı. Kimsə könüllü danışmaq istəyir? Mən elə 1-2-3 nəfərə dedim, bəlkə kimsə. Okay. Sonunda yaxşı. Əla. Deməli bu gün biz hər günümüzün bir başlığı var idi, düzdür? Итак, на каждый день у нас было название темы. Bugünkü günümüz deməli adlanacaq hər günümü Allahın izzəti üçün yaşamaq istəyirəm. Сегодняшняя тема будет называться «Я хочу жить каждый свой день для Бога». Biz hər günümüzü istəyirik yaşayaq Allahın izzəti üçün. Для Его славы. Мы хотим Oxuyacaq жить sizinlə своей жизнью. Efeslər 5-ci fəsil 15-dən 21-ə qədər parçadır. Ефесянам 5, с 15 по 21. Okay, əsas fikrimiz bir daha. Deməli, Məsihdə yeni həyat alan insan hər gününü müdriklükdə və Allahın izzəti üçün yaşayır. Человек, получивший новую жизнь во Христе, каждую свою жизнь живет в мудрости и для славы Божией. Beləliklə həyat tərzinizə ciddi diqqət yetirin. Müdriklükdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. Efeslər 5:15-dən başlayırıq. Hər fürsətdən istifadə edin. Çünki günlər şərdir. Buna görə də ağılsız olmayın. Rəbbin iradəsini dərk edin. Şərabdan sərxoş olmayın ki, bu sizi mənəviyyətsizliyə aparır. Bunun əvəzinə ruhla dolun. Bir-birinizə məzmurlar, ilahilər, ruhani nəğmələr oxuyun. Rəbbə ürəkdən nəğmələr çalıb oxuyun. Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin. Məsih qorxusu ilə bir-birinizə tabe olun. Okay. Bu bugünkü mövzumuzdur dostlar. Итак, вот наша сегодняшняя тема. Ərəzdə dediyimiz kimi son günümüzdür burada. И также это наш последний день Və здесь. Tanrı doğrudan da bizə gözəl vaxt bəxş etdi. И Бог действительно dал нам Rəşad хорошее müəllim də время. dediyi kimi və bəzilərimiz danışdığı kimi gəzdik, istirahət Мы elədik, погуляли, отдохнули, birlikdə çörək yeyirdik, вместе ели, deyirdik, gülürdük. смеялись, Amma шутили. ən əsası Allahın kəlamını araşdırırdıq Но burada. самое важное, мы изучали Слово Божие. Bu günləri internet üzərindən bizə qoşulanlar ki var, axşamki toplantımız baxacaqlar. Сегодня те, которые подключатся онлайн и посмотрят вечером, это Qısaca собрание. olaraq ki istərdim ki bu son 3 gün ərzində danışdığımız deməli bu ruhani yolu xatırlayım. Я хотел бы сделать как бы обзор этих 3 дней. Birincisi biz Efeslər 2-ci fəsildə nə gördük? Во-первых, в Ефесянах 2 главе что мы Gördük увидели? ki insan günahlarına görə ölü idi. Человек был мертв по грехам, Lazar kimi как Лазарь, ölü idi. мертв. Amma Pavel burada möhtəşəm bir sözlər deyir. Но Павел говорит прекрасные слова. 2:4-də deyir. Lakin mərhəməti bol olan Allah, В 2:4 говорится, но Бог богатой милостью. ki biz ölü idik. Мы Heç bir были ümid yox мертвы, idi. не было надежды, Amma Pavel bununla bitirmir, davam на edir. этом не Deyir ki, lakin заканчивается. mərhəməti bol olan Allah, Он говорит, Бог богатой милостью. Allah bizi öz lütfu ilə Məsihdə diriltdi yazır. Бог воскресил нас своей благодатью во Христе. Biz öz əməllərimizə görə yox, dostlar, yalnız Allahın lütfu ilə xilas oluruq. Мы спасаемся не по своим делам, но по Божьей Və благодати. həmin gün əsas həqiqəti də bu belə idi. И вот это была основная истина того дня. Allahın lütfu mənim keçmişimdən daha böyükdür. Божья благодать больше, чем мое прошлое. Okay. Bəlkə deyə bilərik ki, Rəvan, istəyirsiniz saat 11-in yarısına salaq, bir yarım saat gecikdirək, yaxşı? Hə, bir 15 dəqiqə heç olmasa gecikdirək, 11-15-də. Hə. Sonra montaj eləyərsiniz, bu yerləri götürərsiniz. Hə, növbəti səhər biz Efeslər 4-dən danışdıq. На следующее утро мы говорили об Ефесянам 4 Deməli, глава. 4-cü fəsildə biz oxuduq ki, Allahdan aldığımız çağırış elə vacibdir ki, biz ona layiq uyğun yaşamalıyıq. В 4 главе мы увидели, что Божий призыв, он
Он таков, что мы должны жить соответственно Ему. Deməli, birincisi Allahın lütfü mənim keçmişimdən daha böyükdür. Первое, благодать Божия больше, чем мое прошлое. O məni ölülərdən diriltdi. Он спас меня из мертвых, воскресил Sonra меня. Allahın mənə çağırış var, mən çağırışa uyğun yaşamalıyam. Затем есть призыв от Бога, и согласно которому я Və должен bu o жить. demək ki, Allah bizi təkcə cəhənnəmdən xilas eləməyib, Бог не только избавил нас от ада, amma bizi müqəddəs bir həyat yaşamağa çağırıb. но Он призывает нас жить святую жизнь. Həmin gün axşamı, yəni dünənləri axşam biz nə danışdıq? Что мы говорили, о чем мы говорили вечером? Yadınızdadır того nə дня? dedi? Bağışlanma, bəli. Allah bizi Məsihdə bağışladığı kimi biz də başqalarını bağışlamağa Мы çağırılmışıq. говорили о прощении, говорили о том, что как Бог нас простил, так и мы должны прощать других. Yəni biz görürük ki, bu günlər ərzində Allah bu yazılar vasitəsilə bizi kəlam gətirir bugünkü vacib olan hissəyə ki, danışacaq indi. И Бог приводит нас к той важной части, о которой мы будем говорить сейчас. Deməli Allah bizi xilas etdi, Бог нас спас, bizi yeni həyata çağırdı, дал нам новую жизнь, münasibətlərimizi dəyişdirdi. изменил наши взаимоотношения. İndi isə sual, böyük bir Теперь sual вопрос. bizim üçün. Bu yeni həyata hər gün necə yaşamalıyıq? Как можно каждый день жить этой новой жизнью? İşdə, nə bilim, Будь то на ailədə, работе, в семье, nə bilim, kimsə dərsdə, nə bilim, kilsədə, qonşularımızla necə yaşamalıyıq bu həyatı? в учебном заведении, с соседями. İnsanlar arasında. Bax bu suala Pavel hələ 5-ci fəsil bayaq oxuduq 15-dən 20-yə qədər əslində cavab verir. И на это отвечает Павел в 5 главе с 5 по 21. Birinci şey o idi ki, Allah bizə yeni həyat verdi bax bu parçada. В этом отрывке говорится о том, что Бог дал нам новую жизнь. Ümumiyyətlə Efeslərə məktub biz yadımızda 2 hissəyə böldük onu. 1-dən 3-ə qədər olan fəsillər. Помните, мы поделили послание к Ефесянам на две части, с 1 по 3 Eləcə də главы, 3-dən 6-ya qədər olan и ikinci с hissə. 3 по 6. Birinci fəsildə nə gördük? Что было в первой части? Pavel bizə belə güclü bir şey əmr etmirdi. Павел ничего нам не говорит Sadəcə такого Allahın серьезного, etdiklərindən bizə чтобы мы danışırdı. делали. Но он просто говорит о Nə наших deyir? Deyir, делах. Allah bizi seçdi, Он говорит, он нас избрал, bizi öz övladı etdi, он сделал нас bizi lütfü ilə детьми, xilas etdi. он спас нас по благодати. Yəni ki, Allah bizi Məsihin bədəninə daxil etdi. Бог поместил нас в тело Христа. Bu o deməkdir ki, Allah ilk növbədə birinci o bizim həyatımızda işləməyə başladı. Бог первый начал работать в нашей жизни. İkinci hissədə 4-cü fəsildən 6-cı fəsilə qədər olan parça. Во второй части с 4 по 6 главы. Bu insanın ona cavabıdır. Там уже говорится об ответе, отклике человека. Allah nəsə edib, amma indi insan sən necə yaşayacaqsan? Bог что-то сделал, но ты Yəni человек, как o ты будешь. öyrəndiyin təlim, doktrina həyatında necə işləyəcək? Это учение, доктрина, как она работает. Və yaxud da o əqidələr ki, sənin həyatında yazıdan gələn əqidələr formalaşır. Onlar deməli sənin davranışına, sənin gündəlik həyatına necə təsir edəcək? Или же убеждения, которые ты принимаешь из Слова Божия, как они действуют на твою ежедневную жизнь. Kim olduğun həyat tərzinə necə təsir edəcək? То, кто ты есть, как это действует на твою Bu çox жизнь. vacib şeydir dostlar. Это очень важно, друзья. Bizim Məsihdə kim olduğumuz bizim həyatımızda görünməlidir. То, кто мы есть во Христе, должно быть видно в Əks нашей halda biz жизни. özümüzü aldadırıq. Иначе мы себя обманываем. Əgər mən deyirəmsə mən imanlıyam və həyatım yəni köhnə bir həyat sürürəmsə, Если я говорю, что я верующий и живу как прежде, yazı deyir bu belə olmamalıdır. то Писание говорит, что так быть не должно. Xristianlıq əvvəlcə davranış deyil. Христианство — это не поведение в первую очередь. Əvvəlcə Allahın etdiyi işdir, Это в первую очередь то, что Бог сделал, sonra isə bizim bu işə cavabımızdır. а потом это наш отклик на это. Dinlər adətən belə deyir də, То, как религия говорит. əvvəlcə yaxşı yaşa, sonra Allah səni qəbul eləyəcək. Сначала ты начни хорошо жить, а потом тебя Бог примет. Müjdə isə deyir, Но Евангелие говорит, Allah səni Məsihdə qəbul etdi. Бог принял тебя во Христе, İndi isə bax bu həqiqətə uyğun yaşa. а теперь живи согласно этой Və истине. bu fərqi heç vaxt unutmayın dostlar. Никогда не забывайте эту разницу. Biz xilas olmaq üçün yaşamırıq, Мы живем не для того, чтобы быть спасенными, amma artıq xilas olduğumuz üçün yaşayırıq. не для того, чтобы спастись, но мы живем, Biz потому что Allahın мы уже спасены. məhəbbətini qazanmaq üçün yaşamırıq. Мы живем не для того, чтобы
заслужить Божью O любовь. məhəbbəti artıq biz əldə etmişik, Rəbb bizə verib hədiyyə kimi və biz Но мы indi уже onun içində получили, yaşayırıq. и мы живем в этой любви. Ona görə də Pavel 4-cü fəsildə bu Поэтому Павел sözlərlə dedi, в başladı. 4 главе говорил так. Beləliklə, biz neçə gündür bu haqda deyirik, beləliklə, Итак, yəni Tanrı sizin həyatınızda bir iş gördü, amma indi beləliklə Бог что-то сделал в вашей жизни, и так. sən necə yaşamalısan, bu şeylər haqqında deyir. И он дальше говорит о том, как ты должен жить. Bugünkü vəzin əsas sualı budur. Вот это важная часть сегодняшнего İndi bu послания. həyatı biz necə yaşayacağıq? Как мы сейчас будем жить. 15-ci ayədə görün nə deyir? Deyir 15 ki, глава. beləliklə həyat tərzinizə ciddi diqqət yetirin. Müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. Итак, смотрите, поступайте осторожно, не как неразумные, но как mудрые. Və diqqətimizi çəkən burada ilk söz budur. Вот это первое слово, которое привлекает Deyir внимание. ki, diqqət yetirin. И смотрите, Həyat tərzinizə diqqət yetirin. смотрите, как вы живете. Yəni bu sözün başqa mənası, yəni Nablюдайте. ehtiyatlı olun. То есть будьте осторожны, другими словами. Hər addımınızı ölçərək hərəkət edin. Действуйте, измеряя Bu каждый bilirsiniz свой nəyə шаг. bənzəyir? Biz o günləri sizlə birlikdə Əziz xanım getdik şəlaləyə. И мы поехали вчера на водопад. Orada fikir verirdiniz, çox ehtiyatlı olmaq lazım idi. Там нужно было быть очень осторожным. Hər addımınıza diqqət eləməliydiniz ki, ayağın sürüşə bilərdi, Надо yıxıla bilərdin, было düz yerə basmaya bilərdin, düzdür? следить за своими шагами, потому что иначе ты можешь подскользнуться. Hə. Hər səhv addım təhlükə idi. Каждый неправильный шаг несет за собой Pavel риск. bu bənddə bunu deyir ki, beləliklə həyat tərzinizə ciddi diqqət edin. И то, о чем Павел говорит, это Yəni наблюдайте за hər тем, как вы addımınız, живете. hər sözünüz Каждый ваш шаг, каждое ваше elə bil o слово. şəlaləyə gedən kimi olsun ki, ehtiyatla ayağınızı qoyursunuz ki, Это как по пути на водопад. yıxılmayasınız. Вы осторожны, чтобы не падать. İmanlı mömin insan bu belə bir həyat yaşamalıdır. Это то, как должен жить Bu o благочестивый demək deyil ki, sən верующий qorxu человек. içində yaşayırsan, ondan danışmırıq. Здесь не говорится о том, чтобы жить в страхе, Amma sən yazır ki, müdriksən sən. но здесь говорится о мудрости. Sən təhlükəni görürsən və o təhlükəyə girmək istəmirsən. Видишь опасность и не хочешь в нее входить. Aa, və istəmirsən ki, həyatında bu addımlar belə təsadüfi addımlar olsun. Ты не хочешь, чтобы твои шаги были какими-то Amma случайными, istəyirsən həyatın düşünərək olsun, но ты хочешь, чтобы твоя жизнь dua была edərək продуманной yaşayan bir həyat olsun. и отталкивалась от молитвы. Allahın iradəsini axtaran bir həyat olsun. Жизнь, которая отталкивается, ищет Bilirsiniz, bizim Божьей həyatımız воли. hamısı qərarlardan ibarətdir əslində. Наша жизнь, она состоит из Bütün решений. günü biz qərarlar veririk ağlımızda, onu edəcəm, bunu edəcəm, ora gedəcəm, gedim, getməyim, edim, etməyim. Bütün günü biz qərarlar içindəyik. Мы весь день принимаем решения в своем уме, Hər куда gün пойти, что сделать. Seçirik nəyisə, seçirik bunu Всегда- götürəcəyəm, bunu götürməyəcəm, bunu edəcəm, bunu etməyəcəm. Мы всегда что-то выбираем. Okay. Vaxtımızı necə keçiririk? Как мы проводим свое время? Bu bizim seçimimizdir. Это наш выбор. Nəyə baxırıq? Что мы смотрим? Kiminlə dostluq edirik? С кем мы дружим? Necə danışırıq? Как мы говорим? Pulumuzu hətta necə istifadə edirik? Даже то, как мы расходуем свои деньги. Okay. Çox maraqlıdır. Hər seçim bizi ya Məsihə yaxınlaşdıracaq, ya da Məsihdən uzaqlaşdıracaq. Каждый наш выбор либо приблизит нас ко Христу, lибо отдалит от Və Него. müdriklikdən Pavel yazırsa, müdrik həyat bu təsadüfən olmur. И мудрая жизнь, она не происходит случайно. O hər gün verilən düz qərarların nəticəsində yaranır. Она появляется в результате мудрых решений, принимаемых каждый день. Və nə deyir? Bu müdrik insanın xüsusiyyətlərindən danışmaq istərdim. Bu bəndə baxırıqsa, 3 xüsusiyyətini görürük burada. И здесь мы видим 3 качества мудрого человека. 16-cı ayət deyir ki, hər fürsətdən istifadə edin, çünki günlər şərdir. 16 стих говорится: дорожите временем, потому что дни лукавы. Yəni müdrik insan hər fürsətdən istifadə edir, çünki yaşadığı həyat şərdir. Мудрый человек использует каждую возможность, потому что дни лукавы. Nə deməkdir bu? Yəni Allahın sənə verdiyi imkanlardan düzgün istifadə et, əldən vermə.
Используй правильно те возможности, которые Бог тебе дает. Не упускай эти возможности. Bilirsiniz, vaxt bizim həyatımızda yəqin bizə verilən ən dəyərli bir şeydir, Время — это самое драгоценное, что у нас есть. sərvətdir və yaxud da. Это bогатство, Biz которым мы pulumuzu itirə владеем. bilərik, Не бляри. pulumuzu itirə bilərik. Мы можем потерять деньги, Sonra onu yenə də qazanmaq olar. которые можно вновь приобрести. Nəysə əşyalarımız xərab ola bilər, Наши вещи могут amma biz gedib испортиться, onu təzəsini ala bilərik. но мы можем купить новые. Amma dünənki vaxtı artıq biz qaytara bilməyəcəyik. Но vчерашнее время, вчерашний день мы не вернем. Bu gün biz geri baxacağıq Сегодня мы будем смотреть назад və soruşacağıq. и спросим, Allahın mənə verdiyi o günləri, o illəri mən necə sərf etdim? как мы, который Бог нам Bu дал. günləri dəbdir də telefonda, device'larda olmaq. Mən telefona sərf etdim vaxtımı. И сегодня вот это тема быть в телефоне и в девайсах. Siz öz telefonlarınıza baxa bilərsiniz gün ərzində neçə saat ekranınız açıq olub siz telefonda olmusunuz. Görünür, hamısı baxa bilər. Есть такой отчет в телефоне, который показывает, сколько часов вы были, экран был включен. Okay, mən telefonda daha çox vaxt keçirirəm yoxsa Tanrıda? Где больше я провожу времени, в телефоне или с Богом? Okay, mən də burada bir dəqiqə. Günün altında qalmaqdan ekranım təsəvvür edirsiniz? Mənə xəbərdarlıq eləyir təcili. Ну, Üzr istəyirəm. телефон посылает notification. Грелся под солнцем. Da. O. Hə, neysə. Davam edirik biz dostlar. Чуть-чуть можно подвинуть? Daha bəlkə biraz üzr istəyirəm. O kameranı da bəlkə verə bilər çünki çox gün vurur bura. Хочешь Və, еще? və hətta bax bu səfərimizə gələk. Bax bu səfər ərzində bir 3 gün keçdi, tez keçdi 3 gün, düzdür? Artıq 3-cü gün bu gün qayıdırıq. 3 дня прошли очень быстро. Hələ bir да? neçə saat bundan qabaq Как gəlmişdik. будто пару часов назад мы приехали. Və həyat bax belədir. Həyat da bu cür tez И keçir. вот жизнь также bыстро проходит. Allah bizə hər gün imkan verir. Но Бог dает каждый день Və возможность. hər gün bu o deməkdir ki, bizim üçün gözəl bir hədiyyədir. Каждый день для нас прекрасный Və подарок. sual, bu gün mən bax bu hədiyyədən necə istifadə edəcəyəm, Как я yaşayacağam? сегодня буду использовать этот подарок? Sonra biz bu ayələrdə nə görürük? Deyir ki, müdrik insan Allahın iradəsini axtarır. Dальше говорится, что мудрый человек ищет волю Божью. 17-ci ayədə deyir. В 17 Pavel стихе. deyir ki, ağılsız olmayın, amma Rəbbin iradəsinin nə olduğunu anlayın. Не будьте нерассудительны, но познавайте, что есть воля Божья. Bəzən insanlar Allahın iradəsini, yəni çox böyük qərarlarda fikirləşirlər ki, görürsən, bax burada Allahın iradəsi mənim üçün vacibdir, soruşmalıyam ondan. Иногда люди ищут волю Божию в каких-то крупных решениях. Məsəl üçün, görəsən, gələcək həyatımı harada yaşayım? Например, где мне жить свою жизнь дальше? Hansı ölkədə В yaşayım какой məsəl üçün? стране? Kiminlə yaşayım? С кем? Harada işləyim? И работать. Amma maraqlıdır ki, Allahın əslində iradəsi bu bizim gündəlik balaca atdığımız o addımlarda dünənlərdə biz deyirdik. O itaətdən başlayır. Gündəlik həyatımızdan, Но на gündəlik. самом деле мудрость — процесс ежедневного подчинения. Məsəl üçün послушания. dünən biz dedik, mən bağışlayırammı? Например, прощай, Və yaxud da şükür edirəmmi? я Və Бога. yaxud da düzgün şeylər danışırammı? Говорю ли я правильные вещи? Gündəlik bu bizim etdiyimiz qərarlardır. Bunlar çox sadədir, amma mən bunları edirəmmi? Простые решения, Sevirəmmi? которые я принимаю каждый день. Allahın kəlamını oxuyurammı? Люблю ли я людей, читаю ли Əgər я Слово Божье? İnsan kiçik şeylərdə, sadalığımız kiçik şeylərdə itaətkardırsa, Если человек послушан в мелких вещах, o böyük qərarlarda da Allahın iradəsinin ardıcan gedəcək, axtaracaq тогда onu. он в крупных своих решениях будет идти за волей Божьей. Və Allahın iradəsinin ən tanımağın ən yaxşı yolu bu Allahın kəlamını bilməkdir. И самый лучший способ узнать волю Божью — это узнать Его Слово. Və ən gözəl şey də bilirsiniz nədir? Artıq Tanrı öz iradəsini Məsihdə bizə
açıb yazılar vasitəsilə. И самое прекрасное, что Бог уже открыл свою волю в Писании. Gizli heç nə saxlamayıb. Он nичего не Əgər утаил. sən Allahın iradəsini axtarmaq istəsən, açırsan yazıları Если ты хочешь искать волю Божию, və ты orada Allahın открываешь Писание, sənin həyatın üçün olan gözəl niyyəti, onun iradəsi yazılıb. и там написана Его воля. Sonra nə Svetlər görürük bu жизни. ayələrdə, 18-ci ayədə məsəl В üçün? 18 стихе говорится. Deyir ki, müdrik insan müqəddəs ruhun idarəçiliyində, onun rəhbərliyi altında yaşayır. Мудрый человек живет под руководством Святого Духа. Deyir, şərabla sərxoş olmayın, əksinə müqəddəs ruhla dolun. Düzdür? Не упивайтесь вином, говорится здесь, от Və которого maraqlı bir но müqayisədir bu. наполняйтесь Духом. Müqayisə maraqlıdır. Интересное сравнение. Deyir ki, sərxoş insan kim idarə edir adətən? Кто uправляет пьяным человеком? Kim bilir? Кто знает? İçdiyi alkoqol. Alkogol, O которым alkoqol onu принял. idarə, o onu istədiyi tərəfə yıxa da bilir, qaldıra. И алкоголь управляет им. И Müqayisə edərək deyir ki, ruhla dolu olan insan da müqəddəs ruh tərəfindən bu belə idarə olunur. И говорится, что человек, исполненный Святым Духом, также бывает ведом Святым Духом. Və müqəddəs ruhla dolmaq bu hansısa bir qəribə hisslər yaşamaq deyil, düz başa düşün. Быть наполненным Духом — это не значит испытывать какие-то особые чувства. Nə deməkdir? Hər gününü Allahın ixtiyarına verirsən. Но ты отдаешь каждый свой день в волю Божию. Okay? Belə insanın həyatı həqiqətən də dəyişir. И жизнь такого человека действительно Yəni nədir? O insan şükür edən insan olur. он Olur. становится İbadət благословляющим, edən insan olur. поклоняющимся. Başqalarını ruhlandıran kəs olur. Человек, который ободряет других. Təvazökar insan olur. Он смирен. Hətta danışığı dəyişir adam. Даже речь человека меняется. Münasibətləri dəyişir. Отношения меняются. Ailəsi dəyişir. Его семья меняется. Kilsədə olan xidməti dəyişir. Его служение в церкви меняется. Çünki onu artıq öz nəfsi yox, amma Allahın ruhu yönləndirir. Потому что он управляем не своими желаниями, но Божьим Словом, Beləliklə bir nəticə kimi, Божьим Духом. И так, dostlar, как biz результат, bu 3 gün ərzində sizinlə gözəl bir səyahətə çıxdıq у нас прекрасная была поездка в течение 3 дней. və ruhani baxımdan da Efeslərə məktubda Pavel bizi maraqlı bir səyahətə apardı bu günlər ərzində. И вот это послание к Ефесянам тоже увлекло нас в очень удивительное Birinci gün biz öyrəndik ki, Allahın lütfü mənim Putешествие. keçmişimdən daha böyükdür. Итак, Божья благодать больше моего. Sonra öyrəndik ki, Allahın məni çağırdığı həyata layiq yaşamaq istəyirəm. Затем мы узнали, что мы хотим жить согласно Божьего призыва. Daha sonra gördük ki, bağışlanmış insan bağışlamağı öyrənir. Затем мы услышали, что Və bu gün də Allah bizə dedi, и сегодня Бог сказал: bütün bu şeyləri, bu yeni həyatı yaşa. живи эту новую жизнь. Təkcə bu sözlər olmasın, И пусть это будет не təkcə только bu на словах, səyahətdə eşitdiyin vəzlər olmasın, и пусть это не будет просто amma проповедь, həqiqətən которую ты gündəlik слышишь, xristian həyatında, praktik xristian həyatında bunları yaşa. Sevməyi bacar, bağışlamağı bacar, müdrik ol, yollarına diqqət elə və s. və s. но проживай это все своей христианской жизнью. Vaxtını Allah üçün istifadə et. Используй свое время для Onun Бога. iradəsini axtar. Ищи Его волю. Müqəddəs ruhun rəhbərliyi altında yaşa. Живи под руководством Святого Çünki Духа. bilirsiniz, Allah təkcə bazar günü xristianları axtarmır. Бог не ищет христиан воскресного дня. Öyləcə də bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, hər günün onun izzəti üçün yaşayan insanları axtarır. Но Бог ищет людей, которые каждый свой день живут для Его славы. Və internetdən də bizi izləyən kəslər üçün, dostlar. И те люди, которые смотрят по интернету, Bəlkə ilk dəfə bizi izləyirsiniz. может быть, вы впервые нас видите. Bəlkə təsadüfən bax bu vəziyyətə rast gəlmisiniz. Может быть, случайно вы услышали эту проповедь. İstəyirəm bir şey biləsiniz. Я хочу, чтобы вы узнали. Allah sizi təkcə yaxşı insan olmağa çağırmır. Bог призывает не только быть хорошим человеком вас. O əvvəlcə sizi İsa Məsihə çağırır. Он сначала призывает вас ко Христу. Çünki yeni həyat, başqa cür insan olmaq, düz insan olmaq, Rəbbin istədiyi insan olmaq bu ancaq Məsihdə mümkündür. Потому что жить обновленной жизнью, быть хорошим человеком возможно только во Христе.
Əgər siz artıq İsa Məsihə iman etmisinizsə, onda Allah sizə yeni həyat vəd edib. Если вы уже уверовали во Христа, то Бог дает вам новую жизнь. Və bu demək ki, sizi bu yeni həyatda yaşamağa çağırır. И Он призывает вас жить в этой новой Əgər жизни. iman etməmisinizsə, Если вы еще не уверовали, hələ də gec deyil, bu gün də edə bilərsiniz. то еще не поздно. Вы можете Bu сделать gün də это Rəbbin сегодня. önünə gələ bilərsiniz, deyə bilərsiniz, Rəbb sən Сегодня mən Можете прийти к Христу и сказать: günahkar insanam. Иисус, я грешный человек. Mən özümü xilas edə bilmərəm. Я не могу спасти себя Amma сам. mən eşitdim ki, Tanrı sən insanı sevirsən Но я услышал, Господь, что Ты любишь человека. və o qədər sevirsən ki, Yəhya 3:16 deyir ki, öz vahid oğluvu ona qurban vermisən. Любишь так, что Ты отдал своего сына за них. Onların günahlarına görə qurban vermisən. Отдал как жертву за грех людей. Deyə bilərsiniz ki, Rəbb, mənim də ehtiyacım var bu Вы hədiyyəyə. можете сказать: Господь, я тоже нуждаюсь. Mən qəbul etmək istəyirəm səni. Я хочу принять Тебя. İstəyirəm ki, sən mənim də Rəbbim və xilaskarım olasan. Я хочу, чтобы Ты был моим Господом Спасителем. Son cümlə demək istəyirəm. Bu vəzlə artıq bitirdik bu məktubları. И последнее, что я хочу сказать. Allahın lütfu ilə xilas olmuş insan Человек, спасенный по благодати Божией, Məsihin məhəbbəti ilə dəyişərək изменившись любовью Христа, Allahın izzəti üçün hər gününü yaşayır. живет свою жизнь каждый день Bir daha для təkrar славы eləyəcəyəm. Божьей. Allahın lütfu ilə xilas olmuş insan Человек, который спасен по благодати Божией, Məsihin məhəbbəti ilə dəyişərək он меняется любовью Христа hər gününü Allahın izzəti üçün yaşayır. и живет каждый свой день для Ki, славы mənim Божьей. duam bu olacaq ki, biz hamımız kilsəmiz bu cür həyat yaşasın. Я буду молиться за то, чтобы наша церковь жила именно так. Amin. Amin.